Öz şəhidlərimiz üçün bir dəfə belə ağlamayanlar Məhərrəm ayı gələn kimi ərəbin şəhidlərinə 2 ay yas saxlayır. Yadıma gəlir, şəhid Mübariz İbrahimovun dəfn mərasimi idi. Mən də o dəfn mərasimində iştirak eləmişdim. O dəfn mərasimində 2 qrup insan var idi. Ya şəhidin yaxınları idi, ya da ərəbin şəhidinə ağlayırsınız dediyiniz şiələr idi. Və ancaq bir dənə şüarlar səslənirdi. Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız, bu kimi dini şüarlar səsləndirilirdi. Mən həmin dəfn mərasimində öz şəhidlərimizə ağlayaq deyib hər Məhərrəm ayında şəhidlərimizi yad eləyənlərin birini belə görmədim. 30 ildən çoxdur ki, Xocalı soyqırımına görə bütün dünyadan haqlı olaraq bu soyqırım qarşısında susmamağı tələb elədik. 30 ildir və hələ də bütün dünya deyirik ki, ey dünya, bizim şəhidlərimiz var, bizim zülmə məruz qalmış insanlarımız var, onlara hörmət eləyin, onların şəhadətinə hörmət eləyin. Əgər biz mənim şəhidim, Türkün şəhidi, Farsın şəhidi, Ərəbin şəhidi söhbətini ortaya atsaq, heç kimin haqqı olmaz ki, digərlərindən öz şəhidinə hörmət qoymağı tələb eləsin. Şəhidin dili, irqi olmaz. Hər kim müsəlman olaraq zülmə qarşı mübarizə aparırsa, vətəni uğrunda mübarizə aparırsa, dini uğrunda mübarizə aparırsa, o ölsə şəhiddir və bütün müsəlmanlar onun şəhadətini qəbul etməli və hörmət etməlidir. Necə ki, Mübariz İbrahimov, Polad Həşimov kimi şəhidlər bütün müsəlmanların şəhididir, eləcə də şəhidlərin sərvəri olan İmam Hüseyn əleyhissalam da bütün müsəlmanların şəhididir. Həmişə demişəm, indi də deyirəm, biz 2 xeyirdən birini seçmirik, hər 2 xeyrə də əməl eləyirik. Biz həm öz şəhidlərimiz üçün ağlayırıq, həm Kərbəla şəhidləri üçün ağlayırıq. Bizim üçün şəhidin irqi və dilinin heç bir fərqi yoxdur.